Salam əziz abituriyentlər, bugünkü mövzumuz sabit cərəyan qanunlarıdır. Gəlin sadə bir elektrik dövrəsi quraq. Elektrik dövrəsi üçün ilk öncə istifadə edirik lampadan, daha sonra birləşdirici naqillərdən istifadə edirik. Dövrəyə batareya əlavə edirik və dövrəyə açar əlavə edirik. İndi açarı bağlayırıq və gördüyümüz kimi dövrədə elektrik cərəyanı yarandı. Dövrədə elektrik cərəyanı yüklü zərrəciklərin nizamlı hərəkəti nəticəsində yarandı. Bu dövrədə cərəyanı yaradan elektronlardır. O zaman deyirik ki, yüklü zərrəciklərin nizamlı hərəkətinə elektrik cərəyanı deyilir. Elektrik cərəyanının yaranması üçün iki şərt olmalıdır. Biri sərbəst yük daşıyıcılar olmalıdır. Burada sərbəst yük daşıyıcılar elektronlardır. İkincisi isə elektrik sahəsinin var olması lazımdır. Elektrik sahəsinin var olması üçün də cərəyan mənbəyi lazımdır. Bizim dövrəmizdə cərəyan mənbəyi batareyadır. Baxın, bu batareya cərəyan mənbəyi rolunu oynayır. Onun tərkibində kimyəvi reaksiya gedir və həmin kimyəvi enerji elektrik enerjisinə çevrilir. Biz batareyaya qalvanik element də deyirik. Digər cərəyan mənbələri də mövcuddur. Müxtəlif olur cərəyan mənbələri. Lakin bunların hər birində müsbət və mənfi yüklü zərrəciklərin ayrılması üçün iş görülür və həmin müsbət və mənfi yüklü zərrəciklər cərəyan mənbəyinin qütblərində toplanır. Digər cərəyan mənbələrindən biri elektrofor maşınıdır. Elektrofor maşınında mexaniki enerji elektrik enerjisinə çevrilir. Günəş batareyalarında işıq enerjisi elektrik enerjisinə çevrilir. Generator isə yanacaqla işləyir. Burada ilk növbədə kimyəvi enerji mexaniki enerjiyə çevrilir. Daha sonra mexaniki enerji elektrik enerjisinə çevrilir. Cərəyan mənbəyinin dövrədə sxemi belə göstərilir. Hər bir cərəyan mənbəyinin iki qütbü var, müsbət qütb və mənfi qütb. Elektrik dövrəsini quran zaman elektrik dövrəsi elementlərinin sxemlərindən istifadə edirik. Buradakı bəzi elementlərin sxemləri artıq sizə tanışdır. Az öncə qeyd etdik ki, cərəyan mənbəyinin sxemi şəkildə göstərildiyi kimidir. Burada uzun xətt cərəyan mənbəyinin müsbət qütbünü, qısa xətt isə mənfi qütbünü göstərir. İkinci cihazımız kondensatordur. Kondensator elektrik yüklərini toplayan qurğudur. Ampermetr dövrədə cərəyan şiddətini ölçən cihazdır. Voltmetr isə gərginliyi ölçən cihazdır. Rezistor müəyyən müqavimətə malik olan naqildir. Baxın, bu rezistordur. Reostat dövrədə cərəyan şiddətini tənzimləyən qurğudur. Açarın açıq və bağlı vəziyyətləri göstərilib. Açar açıq olduqda dövrədən cərəyan keçmir, bağlı olduqda isə dövrədən cərəyan keçir. Dövrədə elektrik cərəyanının mövcud olması üçün mütləq dövrə bağlı olmalıdır. Gəlin indi bir elektrik dövrəsi quraq. Bir lampa götürək. Dövrədə cərəyan şiddətini ölçmək üçün lampaya ardıcıl olaraq ampermetr birləşdirilir. Videonun irəliləyən hissəsində ampermetrin niyə ardıcıl birləşdiyini və voltmetrin niyə paralel birləşdiyi haqqında danışacağım. Gərginliyi ölçmək üçün voltmetr birləşdiririk. Mənbəyə bir dənə cərəyan mənbəyi verməliyik ki, elektrik sahəsi mövcud olsun və açardan istifadə edirik. Açar açıq vəziyyətdə olduğu üçün hal-hazırda dövrədən cərəyan keçmir. Açarı bağlayırıq və artıq dövrədə cərəyan mövcud olacaq. Lampa işıqlanmağa başlayacaq. Burada cərəyanın istiqaməti, müsbət yüklərin istiqaməti, mənfi yüklərin isə hərəkət istiqamətinin əksi olacaqdır. Biz açarı bağlayan zaman artıq elektronlar başlayır nizamlı hərəkət etməyə. Və naqildə elektrik cərəyanının sürəti elektronların hərəkət sürəti deyil.
elektronların ətrafında yaranan elektrik sahəsinin sürətidir ki, bu da təxminən vakuumda işıq sürətinə bərabərdir. Yəni saniyədə 300.000 kilometrə bərabərdir. Elektrik cərəyanının bir sıra təsirləri mövcuddur. Bunlardan birincisi işıq və istilik təsiridir. İşıq və istilik təsiri ifrat keçiricilərdən başqa bütün naqillərdə müşahidə olunur. Buna nümunə olaraq lampanı göstərə bilərik. Lampadan elektrik cərəyanı keçərkən o ətrafa həm işıq verir, eyni zamanda biz həmin vaxt lampaya əlimizi vura bilmirik, istilik verir. İkinci təsir kimyəvi təsirdir. Kimyəvi təsir elektrolitlərdə müşahidə olunur. Elektrolitlər adi şəraitdə elektrik cərəyanı keçirməyən, amma suda məhlulları elektrik cərəyanı keçirən maddələrə deyilir. Məsələn, xörək duzu adi şəraitdə elektrik cərəyanı keçirmir, amma biz onu suyun içərisinə daxil etdikdə ionlarına parçalanır və elektrik cərəyanı keçirir. Üçüncü təsir isə maqnit təsiridir. Naqildən elektrik cərəyanı keçərkən maqnit təsiri müşahidə olunur. Cərəyanın təsirləri içərisində maqnit təsiri naqillərin növündən, yəni onun bərk, maye və qaz halından asılı olmayaraq həmişə müşahidə olunur. Vahid zamanda naqildən keçən yükün miqdarına bərabər olan fiziki kəmiyyət cərəyan şiddəti adlanır. Cərəyan şiddəti I hərfi ilə işarə olunur. I bərabərdir, Q bölünsün T'dir. Cərəyan şiddətinin vahidi amperdir. Ölçü cihazı isə ampermetrdir. Ampermetr dövrəyə ardıcıl qoşulur. Az öncə ampermetrin sxemində göstərmişdim sizə. Amper bərabərdir, yükün vahidi kulon, zamanın vahidi saniyə. Onda buradan alırıq ki, kulon bərabərdir, amper vurulsun saniyədir. Buradan Q-nü tapsaq, Q bərabərdir, I vurulsun T'dir. Q-nün törəməsi bizə verəcək I-ni. Birinci tərtib törəməsi. Və bizə I-nin T'dən asılılıq qrafiki verildikdə, verilən fiqurun sahəsini tapmaqla, yəni qrafikin altında qalan fiqurun sahəsini tapmaqla biz buradan Q-nü tapmış olarıq. Dövrədə cərəyan şiddətinin istiqaməti müsbət yükün hərəkət istiqaməti, mənfi yükün hərəkət istiqamətinin əksi olaraq qəbul edilmişdir. Baxın, burada cərəyanın istiqamətini göstərək. Cərəyanın istiqaməti qırmızı xətlərlə göstərilib. Müsbətdən mənfiyə doğru istiqamətlənmiş olacaqdır. Cərəyan şiddəti bir sıra kəmiyyətlərdən asılıdır. I bərabərdir, yük, konsentrasiya, naqilin en kəsiyinin sahəsi və naqilin daxilindəki elektronların sürətinə bərabərdir. Bizim göstərdiyimiz sxemdə, yəni metal naqildə yükdaşıyıcılar elektronlar olduğuna görə biz burada Q-nün yerinə I bərabərdir, N, S, V düsturunu yaza bilərik. Naqilin en kəsiyi də dairə formasında olduğuna görə S-in də yerinə pi-r-in kvadratı və yaxud da pi-d kvadratı bölünsün 4 yaza bilərik. Əgər cərəyan şiddəti zamandan asılı olaraq dəyişmirsə, biz bu cərəyana deyirik sabit cərəyan. Sabit cərəyan o deməkdir ki, I bərabərdir konstant. Və onda biz I-nin zamandan asılılıq qrafikini çəksək, cərəyan sabit olaraq qalacaqdır. Naqildə elektrik sahəsi olduqda sərbəst elektronlar rəqsi hərəkət edən ionlarla toqquşurlar və ionlar sərbəst elektronların nizamlı hərəkətinə mane olurlar. Şəkil 2-yə diqqətlə baxın və nəticədə müqavimət adlanan fiziki kəmiyyət meydana çıxır. Müqavimət böyük R hərfi ilə işarə olunur, vahidi ohmdur. Müqavimət nədən asılıdır? R bərabərdir, rho, L bölünsün S. Burada rho xüsusi müqavimətdir. Xüsusi müqavimət. L naqilin uzunluğudur. S isə en kəsiyinin sahəsidir. R burada L-dən düz mütənasib asılıdır.
S-dən tərs mütənasib asılıdır. Burada rho-da, yəni xüsusi müqavimətdə naqilin növünü göstərir. Yəni bu misdən hazırlanıb, yoxsa alüminiumdan hazırlanıb. Bir də temperaturdan asılıdır naqilin müqaviməti. Bunun müxtəlif mühitlərdə elektrik cərəyanı dərsində daha geniş baxacağıq. Buradan rho-nu tapsaq, rho bərabərdir RS bölünsün L-dir. Vahidini çıxaraq bərabərdir. R-in yerinə yazırıq 1 ohm. Sahənin vahidi metrin kvadratı, uzunluğun da vahidi metr. Əslində naqillərin en kəsiyinin sahəsi metr kvadratı ilə yox, millimetr kvadratı ilə ifadə olunur, kiçik olur. Ona görə bura gəlin millimetr kvadratı yazaq. Dövrə hissəsi üçün Ohm qanununa görə dövrədən keçən cərəyan şiddəti gərginliklə düz, naqilin müqaviməti ilə tərs mütənasib asılıdır. İ-nin U-dan asılılığı və i-nin R-dən asılılıq qrafiklərini çəkək. I-U-dan düz mütənasib asılı olacaq, R-dən isə tərs mütənasib asılı olacaq. Buradan U-nu tapsaq, U bərabərdir I vurulsun R. R-i də tapsaq, U bölünsün I. Naqilin müqaviməti az öncə dedim uşaqlar, rho-dan, L-dən, S-dən asılıdır. Nə U-dan, nə də I-dən asılı olmayacaq. Biz müqavimətinin vahidini əsas vahidlərlə ifadə edək. Müqavimətin vahidi ohmdur. Ohm bərabərdir. Gərginliyin vahidi voltdur. Cərəyan şiddətinin vahidi də amperdir. Voltun da açılışını biz potensialın düsturundan çıxara bilərik. Və yaxud U bərabərdir A bölünsün Q düsturuna əsasən volt bərabərdir Joule bölünsün Coulombdur. Gətirək qoyaq burada yerinə. Voltun yerinə yazacaq Joule bölünsün Coulomb, vurulsun amper. Joule'un da açılışı kiloqram vurulsun metrin kvadratı bölünsün saniyə kvadratıdır. Coulomb'un açılışı amper vurulsun saniyədir. Bir dənə də elə burada amperimiz var, onu da yazaq. Onu da sadələşdirsək, nə olacaq? Kiloqram vurulsun metrin kvadratı, amperin kvadratı vurulsun saniyənin kubuna. Bəs cərəyan sıxlığı nədir? Cərəyan sıxlığı J hərfi ilə işarə olunur. Vahid səthə düşən cərəyana deyirik cərəyan sıxlığı. Vahidini çıxarsaq, olacaq cərəyan şiddətinin vahidi amper, sahənin də vahidi olacaq metrin kvadratı. Əgər dövrədən keçən cərəyan sabitdirsə, o zaman cərəyan sıxlığı da sabit olacaqdır. Cərəyan şiddətinin də düsturu bayaq yazmışdıq. I bərabərdir QNSV. Əgər metaldan söhbət gedirsə, metalın daxilində yük daşıyıcılar, elektronlar olduğuna görə biz burada Q-nün yerinə elektron yaza bilərik. O zaman düsturumuz olar YNSV. Bunu cərəyanın sıxlığı düsturunda tətbiq etsək, J bərabərdir I bölünsün S-dir. I-nin yerinə NSV qoyduqda, aşağı S yazdıqda S ilə S ixtisar gedəcək, qalacaq YNV şəklində olacaqdır. Elektrik ölçü cihazları ilə davam edək. Cərəyan şiddəti ampermetr adlanan cihazla ölçülür. Ampermetr dövrədə ardıcıl birləşdirilir. Niyə? Çünki ampermetr müqaviməti çox kiçik olan bir qurğudur. Az öncə qeyd etdik ki, cərəyan şiddəti ilə müqavimət tərs mütənasib asılıdır. Ampermetrin müqaviməti çox kiçik olmalıdır ki, dövrədən keçən cərəyanı doğru göstərsin. Voltmetr isə müqaviməti çox böyük olan qurğudur. Dövrəyə paralel qoşulur, gərginliyi ölçür. Burada voltmetr göstərir bizə 9 volt gərginlik, cərəyan şiddəti göstərir 0,9 amper, batareyadakı gərginlik də 9 voltdur. Baxın, fikir verin, batareyadakı gərginlik 9 voltdur. Bir dənə dövrədə lampamız var, lampadakı gərginlik də elə 9 volta bərabərdir. Lampanın müqaviməti də 10 ohma bərabərdir. Dövrədə cərəyan şiddətini tənzimləyən qurğu reostat adlanır. Bu gördüyümüz qurğu reostatdır.
Bu isə reostatın sürücü qoludur. Biz reostatın sürücü qolunu sağa və yaxud sola hərəkət etdirməklə müqaviməti dəyişirik. Müqavimətin dəyişməsi nəticəsində dövrədə cərəyan şiddəti ya artır, ya azalır. Bunu necə edirik? Hal-hazırda baxın, rezis bu hissə, naqilin bu hissəsi dövrənin daxilindədir. Yəni bu qədər hissədən cərəyan keçir. İndi biz reostatın sürücü qolunu sağa hərəkət etdirək. Bu vəziyyətdən gətirək bu vəziyyətə. Reostatın sürücü qolunu sağa hərəkət etdirdikdə artıq naqilin bu qədər hissəsi dövrənin içindədir. Yəni o qədər hissədən cərəyan keçir. Baxın, gəlin göstərək. Cərəyan müsbət qütbdən çıxır, gəlir naqil vasitəsilə, gəlir bura və bu hissədən keçərək yoluna davam edir. Və gəlir mənfi qütbə. Deməli, biz naqilin də reostatın sürücü qolunu sağa doğru hərəkət etdirdikdə naqilin uzunluğu azaldı. Naqilin uzunluğu azalıbsa, onda R bərabərdir rho L bölünsün S düsturuna əsasən R-in də qiyməti azalıb. R-in qiyməti azalıbsa, I bərabərdir U bölünsün R düsturuna əsasən cərəyan şiddətinin qiyməti nə olacaq? Artacaq. İkinci qurğu isə dövrədə gərginliyi tənzimləyən qurğudur. Mavi rəngdə göstərilmiş qurğu adlanır potensiometr. Bu isə potensiometrin sürücü qoludur. Reostatda olduğu kimi. Görürük ki, mənbənin gərginliyi 40 volta bərabərdir. Əgər potensiometrin sürücü qolu A nöqtəsində olarsa, o zaman burada gördüyümüz bu lampadakı gərginlik bərabər olacaq 0-a. Əgər D nöqtəsində olarsa, D nöqtəsində, o zaman lampadakı gərginlik elə mənbənin gərginliyinə bərabər olacaq. Yəni 40 volta bərabər olacaq. İndi hal-hazırda bəs neçə voltdur? Baxırıq ki, 4 bölgüdür. Hər bölgü 10 voltdur. Bizim potensiometrin sürücü qolu dayanıb 3 bölgüdə. Demək ki, hal-hazırda lampadakı gərginlik nə qədərdir? 30 volta bərabərdir. Elektrik hərəkət qüvvəsi tam dövrə üçün Ohm qanunu. Cərəyan mənbələrində fasiləsiz olaraq müsbət və mənfi yüklərin ayrılması prosesi gedir ki, bu yüklər də cərəyan mənbəyinin qütblərində toplanırlar və sabit potensiallar fərqi yaradırlar. Bu yüklərin orada ayrılmasını təmin edən kənar qüvvələrdir. Kənar qüvvələr elektriklə yüklənmiş zərrəciklərə təsir edən qüvvələr deyilir və burada Coulomb qüvvələri istisnadır. Bəs elektrik hərəkət qüvvəsi nədir? Kənar qüvvələrin təsiri elektrik hərəkət qüvvəsi adlanan fiziki kəmiyyətlə xarakterizə olunur ki, elektrik hərəkət qüvvəsi belə yazılır, EHQ və E hərfi ilə işarə olunur. Kənar qüvvələrin işinin, buraya yazaq kənar, yükü olan nisbəti ilə ölçülür. Elektrik hərəkət qüvvəsinin vahidi voltdur. Biz bilirik ki, gərginliyin də vahidi voltdur. Onun da düsturu nə idi? A bölünsün Q idi, onun da vahidi voltdur. Amma bunların bir fərqi var. Elektrik hərəkət qüvvəsi müsbət vahid yükün qapalı dövrə boyunca hərəkəti zamanı kənar qüvvələrin gördüyü yükə bərabərdir. Gərginlik isə vahid müsbət yükün yer dəyişməsi zamanı elektrik sahəsinin gördüyü yükə bərabərdir. İndi keçək tam dövrə üçün Ohm qanununa. Tam dövrə üçün Ohm qanununa görə dövrədən keçən cərəyan şiddəti I bərabərdir. Burada mənbənin EHQ-sı R üstə gəlinsin kiçik R. Burada böyük R xarici müqavimət adlanır, kiçik R daxili müqavimət adlanır, yəni mənbənin müqaviməti adlanır. Əgər R sıfıra yaxınlaşarsa, müqavimət sıfıra yaxınlaşarsa, o zaman düsturumuz olur I bərabərdir epsilon bölünsün R. Yəni, məxrəcin kiçilməsi nə deməkdir? I-nin qiymətinin artması deməkdir. Cərəyanın qiymətinin artması nəticəsində burada qısa qapanma baş verir. Yəni, qısa qapanmanın şərti olacaq R sıfıra yaxınlaşacaq, onda olacaq I qısa qapanma vurulsun R. Cərəyana deyəcəyik qısa qapanma cərəyanı. İndi uşaqlar, buradakı bu gördüyümüz düsturu açaq. Yazaq I, R, üstə gəlinsin I, R, bərabərdir EHQ-ya. R nədir burada? Onu göstərir.
Onda yazırıq epsilon bərabərdir U üstə gəlinsin IR. Əgər dövrə açıq olarsa, o deməkdir ki, o dövrədən cərəyan keçməyəcək. Dövrədən cərəyan keçməyəcəksə, I bərabər olacaq 0-a. Elektrik hərəkət qüvvəsi də nəyə bərabər olacaq? U-ya bərabər olacaq. I nə zaman 0 olur? Müqavimət sonsuzluğa yaxınlaşanda. Deməli, voltmetr vahidi voltdursa, deməli, bunu ölçən cihaz voltmetrdir. Voltmetr həm EHQ-nu ölçür, həm gərginliyi ölçür. Amma nə zaman voltmetr gərginliyi ölçər, nə zaman EHQ-nu ölçər. Əgər dövrə qapalıdırsa, voltmetr gərginliyi ölçəcək, amma dövrə açıqdırsa, voltmetr elektrik hərəkət qüvvəsini ölçəcək. Gəlin bunu sxem üzərində göstərək. Birinci halda görürük ki, dövrə bağlıdır. Dövrə bağlıdırsa, onda voltmetr gərginliyi ölçür. İkinci halda isə dövrə açıqdır. İkinci halda voltmetr elektrik hərəkət qüvvəsini ölçəcək. Əgər dövrədə 3 dənə EHQ olarsa, onda biz ümumi elektrik hərəkət qüvvəsini tapanda onların cəmini tapırıq. Məsələn, bizim şəklə əsasən ümumi elektrik hərəkət qüvvəsi bərabərdir. E1 üstə gəlinsin E2 üstə gəlinsin E3 şəklindədir. İndi bunu təyin etmək üçün, ümumi elektrik hərəkət qüvvəsini təyin etmək üçün biz elektrik hərəkət qüvvəsinin işarəsini birinci təyin etməliyik. İşarəni də təyin etmək üçün kontur boyunca hərəkət istiqaməti seçilir. İndi biz dolanma istiqamətini sadə əqrəbinin əksi istiqamətində təyin edək. Baxın belə. Yəni sadə əqrəbinin əksi istiqamətində olsun. Dövrəni dolanarkən əgər mənbəyin mənfi qütbündən müsbət qütbünə keçilirsə, o zaman biz elektrik hərəkət qüvvəsini müsbət qəbul edirik. Yəni 0-dan böyük qəbul edirik. Mənfidən müsbətə keçilirsə. Yox, müsbət qütbündən mənfi qütbünə keçilirsə, o zaman bizim elektrik hərəkət qüvvəmiz olur mənfi. Yəni burada biz 3-cü mənbəni dəyişdirək, hamısı eyni olmasın. Bura mənfi olsun, bura müsbət olsun. Deməli, qeyd edək. Müsbət, mənfi və mənfi, müsbət. Nə dedik? Dedik, mənfi qütbündən müsbət qütbünə keçilirsə, müsbətdir. Müsbət qütbdən mənfi qütbə keçilirsə, mənfidir. Onda baxın uşaqlar, Y3-də, baxın belə dolanırıq da, belə gəlirik. Müsbətdən mənfiyə keçir, ona görə Y3 nə olacaq? 0-dan kiçik olacaq. Y2-də mənfidən müsbətə keçirik, 0-dan böyük olacaq. E1-də də mənfidən müsbətə keçirik, 0-dan böyük olacaq. Onda biz ümumi elektrik hərəkət qüvvəsini tapanda nə edəcəyik? Yazacağıq. E1 üstə gəlinsin E2, çıxılsın nə? E3 şəklində olacaq. Ümumi cərəyanı tapmaq istəsək, i-ni tapmaq istəsək, onda nə edirik? Yazırıq E1 üstə gəlinsin E2, çıxılsın E3. Bölməliyik müqavimətə. Birinci bu rezistorun müqavimətini yazırıq R. Daha sonra baxın bu mənbələrin müqavimətlərini yazırıq. Birinci mənbənin müqavimətinə R1, ikinciyə R2, üçüncüyə də R3 deyək. Onda olacaq R1 üstə gəlinsin R2 üstə gəlinsin R3 şəklində olacaqdır. Qapalı dövrədəki cərəyan mənbəyinin qütblərindəki gərginliyin cərəyan şiddətindən asılılıq qrafikini çəkək. U-nun i-dən asılılığını çəkirik. Az öncə nə yazdıq? Dedik ki, i bərabərdir epsilon r üstə gəlinsin r şəklindədir. Burada epsilonu tapanda bizə nə verdi? R üstə gəlinsin ir. Bunu da yerinə nə qoyduq? U qoyduq. Dedik ki, r 0 olanda, onda U da 0 olur da. R 0 olanda epsilon nəyə bərabər olur? I R-ə bərabər olur və bu cərəyana da biz nə dedik? Qısa qapanma cərəyanı dedik. I bərabərdir epsilon bölünsün R-ə. Deməli, U-nun 0 qiymətinə I-nin nəyə uyğun gəlir? Qısa qapanması uyğun gəlir.
qısa qapanma. Burada i-nin 0 qiymətinə r sonsuzluğa yaxınlaşanda i nə olurdu? 0 olurdu və EHQ bərabər olurdu u-ya. Deməli, i-nin 0 qiymətinə u-nun hansı qiyməti uyğun gəlir? EHQ-sı uyğun gəlir. Onda qrafikimiz, baxın, bu şəkildə olacaqdır. Sabit cərəyanın işi və gücü. Elektrik sahəsi naqildəki yüklü zərrəcikləri nizamlı hərəkətə gətirərək iş görür. Biz indi həm dövrə hissəsi üçün sabit cərəyanın işini və gücünü yazacağıq, həm də qapalı cərəyan dövrəsində görülən tam işi və tam gücü yazacağıq. İlk növbədə dövrə hissəsi üçün yazırıq. A bərabərdir i kvadratı RT. Bilirik ki, i bərabərdir u bölünsün r-dir. Burada da biz bunu nəzərə alsaq, olacaq u kvadratı bölünsün r vurulsun t və bərabərdir i u t. Uşaqlar, burada siz artıq Joule-un açılışını ifadə edə bilərsiniz düstura əsasən kəmiyyətlərlə, vahidlərlə daha doğrusu. A-nın yerinə Joule yazıram. Birinci düsturu açırıq. Cərəyan şiddətinin vahidi amperdir. Olacaq amperin kvadratı. Müqavimətin vahidi ohmdur. Zamanın da vahidi saniyədir. Sonra ikinci düsturdan açırıq. İkinci düsturda olacaq voltun kvadratı bölünsün ohm vurulsun saniyə. Və üçüncü düsturdan da açsaq amper vurulsun volt vurulsun saniyə şəklində olacaqdır. Sonra keçək gücə. Güc nə idi? Vahid zamanda görülən işdir. Yəni siz işin düsturlarını bir dənə t-yə bölməklə gücü tapmış olacaqsınız. Olacaq i kvadratı r, u kvadratı bölünsün r və i u şəklində olacaqdır. Gücün də vahidi wattdır. Wattın onda açılışını yazsaq, birinci i kvadratı r-dən yazırıq. Olacaq amperin kvadratı vurulsun ohm. İkincidən yazsaq, olacaq voltun kvadratı bölünsün ohm. Və üçüncüdə yazsaq, amper vurulsun volt. Siz indi testlərdə amper vurulsun, volt vurulsun saniyə görəndə, burada voltu açmaq yerinə fikirləşməlisiniz ki, bu nəyin düsturudur? Yəni, bu bölmədə işləyəndə vahidləri açmaq yerinə uşaqlar, onların yerinə hərf qoyub tapmaq daha məntiqli üsuldur. Əgər dövrə qapalı olarsa, onda düsturlarımız belə olacaq, işin düsturları. A bərabər olacaq i kvadratı, burada da r idi, indi olacaq r üstə gəlinsin, r vurulsun t. Sonra olacaq epsilonun kvadratı r plus r vurulsun t. Bir də i epsilon vurulsun t. Gücün düsturlarında yazanda p bərabər olacaq. Bu düsturlardan sadəcə nəyi siləcəksiniz? T-ni siləcəksiniz. Bu da olacaq sizə gücün düsturları. I vurulsun epsilon şəklində olacaqdır. Elektrik cərəyanının işini ölçən cihaz elektrik sayğacı adlanır. Elektrik cərəyanının gücünü ölçən cihaz da wattmetr adlanır. Bir də uşaqlar, burada faydalı iş əmsalı nədir? Bilirik ki, faydalı iş əmsalı eta hərfi ilə işarə olunur. Faydalı gücün tam gücü olan nisbətidir. Faydalı güc deyəndə, baxın uşaqlar, u, tam güc deyəndə isə epsilon. Onun yerinə yazıram i vurulsun r, epsilonun yerinə yazıram i r plus r. Buradan i'lər ixtisar gedir, nə qalır? R bölünsün r plus r. Bunu da ayrı-ayrı məxrəclərdə yazarsınız. Onlar bir üstə gəlinsin, r bölünsün r şəklində. Dərsimizin əvvəlində demişdik ki, naqildən elektrik cərəyanı keçdikdə orada həm də istilik ayrılır. Həmin o ayrılan istiliyə deyilir Joule-Lenz istiliyi. Joule-Lenz istiliyi Q, yəni istilik miqdarı bərabərdir. I kvadratı RT, yenə də U kvadratı bölünsün R vurulsun T və I, U, T şəklində. Yəni işin düsturları ilə eyni olacaq. İndi uşaqlar, siz ardıcıl birləşmədə hansı düsturdan istifadə edəcəksiniz, paralel birləşmədə hansından istifadə edəcəksiniz? Dedik ki, ardıcıl birləşmədə i konstant qalır. Ona görə siz ardıcıl birləşmədə Q-nün i kvadratı RT düsturundan istifadə edəcəksiniz. Paralel birləşmədə U konstant qalır. O zaman
Q bərabərdir U kvadratı bölünsün R vurulsun T düsturundan istifadə edəcəksiniz. İndi baxın uşaqlar. Ardıcıl birləşmədirsə, I sabitdirsə, onda Q ilə R necə olacaq? Düz mütənasibası olacaq. Onda yazacağıq Q1-in Q2-yə nisbəti bərabərdir R1-in R2-yə nisbəti. Yox, paralel birləşmədirsə, onda U konstantdırsa, Q R-nə necə mütənasib olacaq? Tərs mütənasib. Q1-in Q2-yə nisbəti bərabər olacaq R2-nin R1-ə nisbəti. Bu yazdığımız Joule istiliyi dövrə hissəsi üçün idi. Əgər qapalı dövrə üçün olarsa, o zaman biz yazacağıq ki, Q bərabərdir I kvadratı R üstə gəlinsin R vurulsun T-yə. Epsilonun kvadratı R üstə gəlinsin R vurulsun T-yə və I epsilon T şəklində olacaqdır. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əgər videoda sizə nə aydın deyilsə, şərhlər bölməsində suallarınızı yaza bilərsiniz. Videonu bəyəndinizsə, bəyənməyi və kanala abunə olmağı da unutmayın. Sağ olun.